pusu tutar dilek. Qaran quşum get yaz gilə, yaz yağmuru çilə çilə, qonaq gəlir bizim elə. Salamlayıram hər kəsi. Kanalıma, videoma xoş gəlmisiniz. Mən Ülviyə Əliyeva bir daha salamlayıram sizi. Şaftalı və çiyələk şirniyyatı hazırlamışam. Bir də 2 dənə gül hazırlamışam. Sizə təqdim edirəm. Buyurun, xoş izləmələr. Videomu sona qədər izləyin. Kanala abunə olmağı unutmayın. Çiyələk və şaftalının xəmiri ayrı-ayrıdır, eyni deyil. Birinci şaftalını hazırlamışam, sonra çiyələki hazırlamışam. Şaftalının xəmirinə 2 dənə gül hazırladım. Burada şaftalının xəmirini hazırlayıram. Gördüyünüz kimi mən Fınal mətbəx yağından istifadə etmişəm. 1 kilo una, 250-300 qram yağ, bir də yağı yaxşı-yaxşı unla ovmaq lazımdır. Umac halına gətirmək lazımdır. Sonra isə valin, gördüyünüz kimi valini əlavə edib qatışdıracağım unla. Qatışdıracağım. Qatışdırdıqdan sonra qabartma tozunu əlavə edəcəm. Baxın, qatışdırıram. Valinlə unu qatışdırıram. Qatışdırdıqdan sonra qabartma tozu gördüyünüz kimi qabartma tozunu əlavə etdim. Birazca qatışdıracağım və yuva kimi açmaq lazımdır unun ortasını. İndi isə bura mən xama əlavə edirəm. 3-4 qaşıq xama əlavə edirəm. Xamı yaxşı xam olmalıdır. Və sonra yumurtaları bir-bir əlavə edəcəm üzərinə, xamın üzərinə. 4 yumurtadan istifadə etdim. Və südlə yoğurmağa başladım. Süd əlavə edib yoğururam. Süd soyuq halda olmalıdır, soyuq süd ilə yoğurulmalıdır. Xəmir yaxşıca yoğurulub, yumuşaq yoğurulub, dinlənməlidir. Hardasa 20-30 dəqiqə dinlənməlidir. Dinləndikdən sonra, baxın, xəmirimiz artıq yavaş-yavaş hazır olub. Ələ yapışmayan, yumuşaq, gözəl bir xəmir hazırladım. Baxın, qəşəng xəmiri hazırladım. İndi qoyacağım dinlənsin, xəmir gəlsin. Artıq qoyuram dinlənsin. Bu da artıq xəmirimiz hazırdır. Qəşəng yumuşaq xəmirimiz. Xəmirləri xırda kündələyirik dairəvi formada. Hər birini eyni. Artıq mən kündələyib yığmışam soba listinə. Gördüyünüz kimi hazırlayıb qoymuşam. Orada kiçik kündələr balaca qızım eləyib. Beləcə kündələri eləmək lazımdır. Və bu da artıq bişib. Şaftalının xəmirini bir neçəsini açmışam. Artıq mən belə xəmirin altını belənçinə dəlik eləmək lazımdır. Dəliyi açmaq lazımdır və açdığımız dəliyin içərisinə qatlaşdırılmış izquşonu sütü, bişmiş qatlaşdırılmış izquşonu sütü qoyub yapışdırırıq. Sonra boyaya batırıb, pesoka batırıb, dekor yarpaq qoyulur üzərinə. Baxın, mən boyaya batırdım. Boyaları da öncədən hazırlamışdım. Sarı və qırmızı boyadan istifadə olunur. Gördüyünüz kimi boyalayıb içərisinə bişmiş izquşonunu qoyub və bir-birini yapışdırırıq. Sonra isə şəkərə
batırıb, besoka batırıb dekor yarpaq qoyulacaq. Dekor üçün dekor yarpağını mən bizdə yarpaq olmadığına görə həyətdən zeytun ağacının yarpağından qırmışam. Yarpaqları yuyub, qurudub, sonra isə şaftalların üzərinə qoydum. Yarpaq koydum. Çok güzel alındı bence. Buyurun siz de hazırlayın. Nuş olsun. Hakikaten çok güzel yumuşak pamuk gibi alındı. Sonda biri dağıldı, düzelttim, dayandı. Çeyrəkin xəmirini qovrulmuş undan hazırlamışam. Unu yağsız qovurursunuz, sonra soğuyandan sonra üzərinə izquşonla əlavə edib yoğurursunuz və çeyrəkləri əllə düzəldirsiniz və boyadan istifadə olunur, qırmızı boyadan, pösokdur, bir də yaşıl boya yarpaqları üçün. O da xəmirdən istifadə etmişim elə, bu qədər.